Fevralın 1-də Səmkir rayonunda baş verən hadisə cəmiyyətdə ciddi narahatlıq yaradıb. 33 yaşlı musiqiçi Səkinə İmamquliyeva toy mərasimindən çıxaraq avtomobilinə minmək istəyərkən keçmiş qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən qəfil hücuma məruz qalıb. Zərərçəkən bildirir ki, şəxs əvvəlcə onu saxlayaraq boğmağa cəhd edib, daha sonra cibindən çıxardığı bicaqla ard-arda zərbələr endirib. Zərbələrdən biri ürək nahiyəsinə, digərləri qoluna dəyib. Bicağın bir hissəsi qadının dos qəfəsində qalıb və o, yalnız əməliyyat sayəsində xilas olunub. Səkinə İmamquliyeva qeyd edib ki, münasibətləri bitdikdən sonra keçmiş sevgilisi onu izləyir, hədələyirmiş və bu hücum da onun qorxulu davranışlarının nəticəsi olub. Hazırda qadın ağır fəsadlar səbəbindən işləyə bilmir və maddi-mənəvi zərər çəkdiyini bildirir. O, həmçinin həyatının təhlükəsizliyinin təmin olunmasını və işin ədalətli araşdırılmasını tələb edir. Daxili İşlər Nazirliyinin açıqlamasına görə faktla bağlı Səmkir rayon polis şöbəsində araşdırma aparılıb, ekspertiza təyin olunub və Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə qəsdən sağlamlığa yüngül zərər vurma, cinayət işi başlanılıb. Araşdırmalar hələ davam edir. Nəticə: hadisə bir daha göstərir ki, şəxsi münasibətlər zəminində baş verən zorakılıq real təhlükədir və vaxtında müdaxilə həyatları xilas edə bilər. Zərərçəkənin hüquqlarının qorunması və təhlükəsizliyinin təmin olunması prioritet olmalıdır. Abunə ol və xəbərlərdən xəbərdar ol.